Sən doktora demişdin də belə hallar olub Hə, məndə yox. falan. Bu dedi ki, mən Qəbələdə idim, Bəli. qayıtmalıydım. Bəli. Spermanı çatdıramadım belə. Yox. Siz götürən lazım. Bəli, bəli. Dedi ki, bulağı ver, onu da gedib Bakıda verərsən, atarsan cavablar mənə deyəm. Bəli. Mən də ona görə analiz Burada verməliyim. əsas sənin bu problemin ki var, bu analiz olmalıdır. Onun üçün adın tutulmuyor bu analizin. Sənin də əsas problemin onunla bağlıdır. İndi sperma analizi öz-özünə zay olmur ki, o nəsə onu eləyir də, dəyişir. Problem yaradır spermada. Öz-özlüyündə yaranmır. Onun səbəbi yoxlanmalı idi. Su kimi getməyə, Bəli, bəli. İndi burada yoxlanmısan, bu nə zoba görə yoxlanmısan, B12 vitamini, qan azlığına görə sən zarur oğlansan. B12 vitamini nəyə lazımdır? D vitamini, nə bilim, cürbəcür, mənasız analizlər vermisən. Mən orada deyir ki, əsas testosterondan heç olmasa yarı yoldan qayıtmısan, yaxşı haldır. Testosteron nədir? Testosteron yaxşıdır. Testosteron gələcəkdə düşür də. Yəni problem yarandıqdan sonra o da düşə bilər. Çünki mən idmanla bunlar dərmanlar atıram mən. Necə dərmanlar mən yazmışdılar, vitaminlər falan. Bunlar mən ziyanı. Vitaminlərin ziyanı yoxdur. Bunu səbəb tapılmalıdır. İndi Qəbələdə burada bu analizlər var da, orada da var. Antibiotik yazmışdı. Yox, atmaram onu. Neçə gündə atmaram. Antibiotik öz belə 15 gündür kör təbii olmaz. Nəyə görə? Çünki antibiotikin təsirindən həmin infeksiyalar biraz keyləşir, şikayətlər itir, kanal narahatçılığı, axıntı, göynəmə itə bilir və gizli qalır canında. Ondan sonra da dediyim problemlər, cinsi zəifliklər, sonsuzluqlar verir. Nə qədər antibiotik atmışam bir söz, mən bəlkə məhv edirəm. Hər gedəndə bax, dünən də indi sən antibiotik Qəbələdən gəlmisən, düzdür. Dünən konkret xəstə Bakıdan gəlib, bir də deyim sənə. Bakıdan gəlib, Bakılıdır, orada yaşayandır. Gedib bu Dəladuz həkimlərə dedim sənə. Yoxlayıblar, cinsi zəiflikdə yoxlanılıb bundan rubella. Rubella məxmərəkdir, bildiyimiz məxmərək. Sonra sitomegalovirus. Bunların heç birinin deməli cinsi zəiflikdə rolu yoxdur. Qətiyyən rolu yoxdur. Bu həkim terapevtdir. Dəladuz olmaqla yanaşı, yəni bizim işimizlə məşğuldur, andrologiya ilə. Uroloq deyil, amma andrologiya ilə məşğuldur. Bundan əlavə həm də savadsızın biri. İndi sən getmirsən, deyirsən Qəbələdə indi uroloqdur, o da belənçinə heç bir şey. Bu zob nə idi? Sənin infeksiyan var da, konkret də şikayətlərin var. Bu qədər pul vermirsən, D vitamini falan qədərdir bunun qiyməti. 35-40 manat, 195 manat edir. 195 manat pul vermirsən, amma gör bizim analiz bundan da ucuz və dərdini də tapacaq. Sənin nədir sənin dərdin? Konkret də biləcəksən nədir və özünü qoruyacaqsan. Təmiz iş görmək lazımdır. Ona görə inamsızlıq yaranır. Bugünkü gündə sənin oradan Qəbələdən gəlməyində səbəb, dünənki xəstənin Bakıdan gəlməyində səbəb. Bax, deyirəm, telefonda 3-4 gündür bu sosial şəbəkədə bir dənə videom oldu, elə bil kəşfətə düşdü, nəsə oldu. 3-4 gündə oradan-buradan zənglər gəlir, WhatsApp-a yazırlar, şəxsiyə yazanlar kim. Nə üçün? Yəni həmin yerlərdə həkim yoxdur ki, uroloq, androloq yoxdur. İnamsızlıq yaradıblar. Bəli, çox inamsızlıq. Doğru düzgün baxmırlar. Hətta hələ bir dələdüz o androloqları qoyaq qırağa. Normal öz işi ilə məşğul olan uroloq, androloqdur, görsən bacarmır, nədənsə bacarmır. Bir sulka dərman yazdı. Ona görə siz də axtarırsınız, mənə şəxsən deyənlər olur, başqa cür çıxmasın. Deyir doktor, mən deyirəm get öz olduğun yerdə get. Bakıdasan da, mərkəzdir də respublikanın. Bəli. Deyir doktor, kimə inanmıram? Həkimlərə inanmıram. Mən ora gəlmək istəyirəm, konum göndər. Bu nə ilə bağlıdır? İnamı qırırlar. Bir qismi əsasən də bizim sahəmizdə, mən düşünmürəm, bütün uroloq, androloqlar bilmir, yox. Onlar, sadəcə onlara müraciət bu səviyyədə deyil. Əsasən bu dələdüz androloqlar, saxta androloqlar ki var, əslində ixtisasları tamam ayrıdır. Pediatr olsun, istər bunun dermatoloq, dəri həkimi olsun, terapevti olsun, laborantı olsun. Girişib bu androloji sahəyə, kurs keçməklə gəlib cəmaatı deyir androloqdan. Və onlar da... Campolada mən dostum 10 minə yaxın uşaq olmalıdır. Heç bir xeyir olmadı. 10 min uşaq da olmadı. 10 min nədir? 30 mindən, 100 mindən danış. Mən konkret gəlir o xəstələr ki, o dələdüz həkimlərdə olurlar, Bakıda. Gəlirlər, görürəm iş səhv görülür, aydındır. Xəstə pul xərcləyir də, buna belə yol pulu nə qədər olur elə. Düz istiqamət verən yoxdur. Biz də məcburuq da, indi bu videolar indi son zamanlar mümkün qədər çəkilir, belə o qədər də çox yox. Əslində yaxşıdır. Əslində nə edim, məcburuq.
Çünki biz onu paylaşmasaq, videoları çəkməsək, deməli Dəladuz həkimləri daha çox aktivdirlər və pasientləri özünə cəlb edə bilirlər. Müalicə effekt versin ya da verməsin, əsas odur ki, pasientlər gedir onların yanına, pulları da çıxır, effekt də olmur, həvəsdən də düşürlər və bu həm də ümumən baxanda Azərbaycan həkiminin adına da böyük ləkədir. Mənim pasiyentim olub, Rusiyada yaşayan insan, gəlib burada, deyib rayonda yəqin ki, yaxşı həkim olmaz, gedib Bakıda uzman bir həkimə belə deyək. Həkim Dəladuz deyil, sadəcə işini zəif bilib. Düşünüb ki, burada yaxşı həkim olmaz, gedib Bakıya. Əslən rayonludur, Lənkəranlıdır. Gedib, heç bir effekt görmədikdən sonra, biz 600 manat da pul çıxdıqdan sonra özünə söz verib ki, bir daha Azərbaycanda həkimə getmərəm. Rusiyaya gedəndə, oranın vətəndaşıdır. Oraya gedəndə bir uroloq onkoloqa gedəcək. Məni təsadüfən dostun köməyi ilə gəlib tapdı, dərdini tapdıq. Bir həftəyə düzəlib bu adam. Təsəvvürlə buradan Bakıya gedənə kimi deyir, maşını 10 dəfə saxlayırdıq ki, bir şey üçün, CD ifrazına görə. Təsəvvür edirsən, CD ifrazı tezləşib, göynəmələri olan bir pasiyent bir həftənin içində düzəlib. Bir həftənin içində, yəni tam inamı etmişdi Azərbaycan həkiminə. Ki, bu bir də Azərbaycanda, bu bir də paytaxtda məni sağaldan olmadı, mənə də inanmırdı. Lənkəranda məni sağalda bilməzlər. Yəni, Bakıda sağalda bilmirlərsə, Lənkəranda kim sağalda bilər ki? Təsadüf dostu onu inandıra bilmişdi, gəlmişdi və sonradan təşəkkür eləməyə də gəldilər. Çox böyük minnətdarlıq bildirdilər və tamamilə sağaldı, getdi.